Hazırda Afrikada kənd təsərrüfatı torpaqlarının əksəriyyəti yağışdan asılı olaraq qalır və iqlim dəyişikliyinə həssasdır. Aylarla hökm sürən quraqlıq məhsuldarlığın azalmasına və qıtlığın yaşanmasına səbəb olur. Bu baxımdan quraqlığın aradan qaldırılması istiqamətində BMT hərəkətə keçib. Bu barədə Birləşmiş Millətlər Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu məlumat yayıb. Sənəddə vurğulanır ki, suvarma sistemlərinin genişləndirilməsi iqlim risklərinə uyğunlaşmaq və məhsuldarlığı artırmaq üçün mühüm addımdır. Bununla belə bu cür proses ekoloji, sosial və idarəetmə nəticələrinin nəzərə alınması ilə müşahidə olunmalıdır. Bunlara landşaft dəyişikliyi, çirklənmə, güclərin icmalar arasında yenidən bölüşdürülməsi və su ehtiyatlarına ədalətli çıxış məsələləri daxildir. Layihə direktoru qeyd edib ki, dayanıqlı suvarma təkcə məhsuldarlıqla bağlı deyil. Bu insanlara və planetə fayda gətirən ədalətli və davamlı aqro-ərzaq sistemlərinin yaradılmasından ibarətdir. Afrika İttifaqı Komissiyası tərəfindən hazırlanmış strategiya su ehtiyatlarının idarə edilməsinə sistemli və strukturlaşdırılmış yanaşma təklif edir. Onun həyata keçirilməsi ərzaq təhlükəsizliyinə nail olmaqda dönüş nöqtəsi ola bilər.